Bismillah, elhamdülillah, və salatu və selamu alə mən lə nəbiyyə bə'də. Deməli, bu gün danışmaq istədiyim mövzu təcvid elminin mahiyyəti, hökmü, hansı qaydalar əsasında bizlərə gəlib çatması barəsindədir. Deməli, qardaş da bu haqda qısa onu demək istəyirəm ki, təcvid elminin mahiyyəti ilə bağlı məsələ iki tərəfdən izah olunub, İslam alimləri tərəfindən. Onun əsli və onun elmi qaydalarının formalaşdırılması. Belə ki, təcvidin əsli Qurani Kərimin oxunuş tərzinə aiddir və bu, tələqqi və şifahi öyrənmə ilə sabit olmuşdur. Yəni, Qurani Kərim Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən Cəbrail aleyhissələmdən alınmış, öyrənilmiş, əxz edilmiş, sonra sahabələrə öyrədilmiş, radiyallahu anhu və bu şəkildə də nəsildən nəsilə ötürülmüşdür, günümüzə qədər gəlib çatmış, elhamdülillah. Buna görə qiraət sünnə ilə sabit olan, sünnə yolu ilə sabit olan və sonraki nəslin əvvəlkindən aldığı bir yol kimi qəbul olunmuşdur. Muhammed İbn Əl-Cəzəri rahmehullah bu həqiqəti öz kitabında belə ifadə edib. Deyir ki, təcvid elmi Quranın oxunuşunun Allah Rəsuluna qədər, sallallahu aleyhi və səlləmə qədər gedib çıxan təlim və şifahi öyrənmə ilə sabit olan bir elmdir, təcvid elmi. Quran belə oxunmuş və nəsildən nəsilə də bu şəkildə ötürülmüşdür. Yəni, Quran Kərim bu şəkildə oxunmuş və nəsildən nəsilə də bu formada ötürülüb. Bu baxımdan hərflərin məxrəcləri, sifətləri və düzgün tələffüzün özü əsas etibarı ilə ictihadla deyil, alınma, yəni tələqqi ilə öyrənilir. Digər tərəfdən də qardaşlar, bu oxunuşun qaydalarının adlandırılması və elmi şəkildə bölünməsi, məsələn, izhar, idğam, ixfə, məd və s. Bu kimi qaydalar sonraki alimlərin elmi sistemləşdirilməsidir. Yəni, sonraki alimlərin nə idi? Elmi sistemləşdirməsidir. Yəni, bu hissə terminoloji və tədris məqsədi ilə olduğu üçün ictihadı adlanmış, ictihadı sayılmışdır. Yəni, alimlərin izahı və tənzimləməsi ilə olmuşdur. Amma təcvidin öyrənilməsinə gəlincə, Quran oxuyan hər bir müsəlman üçün ən azından oxunu, tilavəti, qiraəti düzgünləşdirəcək qədər qaydaları öyrənmək və xüsusilə də qardaşlarım, diqqət edin, Fatihə surəsi səhvsiz oxumaq labüddür, lazımdır, vacibdir. Çünki bu namazın əsas hissədir. Fatihə namazın əsas hissəsidir və namazın rukunlarındandır. Və səhv oxunuş mənaya təsir edə bilər. Daha geniş və incə qaydaları öyrənmək isə yəni kifayi hökmdür. Yəni nədir kifayi hökm? Yəni bu sahədə ixtisaslaşmışların, müəllimlərin və ya da alimlərin olması kifayət edir ki, bu ümumi bir məsuliyyəti onlar digərlərinin boynundan götürsün. Və Muhammed İbn Əl-Cəzərinin rahiməhullah məşhur beyti də bu elmə verilən əhəmiyyəti göstərir. Və ərəbcə bu beytlərindən birində deyir ki, وَالْأَخْذُ بِالتَّجْوِيدِ حَتْمٌ لَازِمٌ مَنْ لَمْ يُجَوِّدِ الْقُرْآنَ آثِمٌ. Yəni, Quranı düzgün oxumağa aparan qaydalara riayət etmək vacibdir və oxunu ciddi şəkildə pozan xətalardan çəkinmək isə lazımdır. Bu qədər əziz qardaşlarım, bu haqda ən doğrusunu uca Allah bilir və Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizləri öz kitabını ən doğru şəkildə, ən gözəl şəkildə öyrənib, öyrədənlərdən etsin və tilavət edən bəndələrindən etsin. Vəssəlamu aleykum və rəhmətullahi və barakatuhu.